Bakı Musiqi Akademiyasında keçirilib. Təfərrüatlar süjetdə. Ruha sirayət edən caz, estrada musiqisi ilə yanaşı qəlb oxşayan lirik və ritmik əsərlər. Ruhumun Səsi adlı konsert proqramında qonaqlar yerli və xarici bəstəkarların yaradıcılıqlarından müxtəlif nümunələr dinlədilər. Bakı Musiqi Akademiyasında keçirilən musiqili gecədə bəstəkar, əməkdar müəllim Lalə Cəfərovanın əsərləri də səsləndi. Burada mənim tələbələrim, yəni Nəfəs və Zərb Alətləri Kafedrasının tələbələri, 4-cü kurs tələbələri mənim əsərimi ifa edirlər, mən də onlarla birgə. Mən hər zaman klassik bəstəkar kimi tanınmışam, yəni mən bir Xəzər əfsanəsi baletinin müəllifiyəm, iri həcmli əsərlərin müəllifiyəm və bu gün isə mən caz və özümün estrada əsərlərimdən çıxış edirəm. Konsertdə Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Lalə Cəfərovanın tələbələri uğurla çıxış etdilər. Çox gözəl konsertimiz keçdi. Burada mən özüm də müəyyən əsərlərdə ifa elədim. Əsasən də duet olaraq müəllifin xatirə poeması əsərində ifa elədim. Lalə xanım mütəmadi olaraq belə konsertlər təşkil eləyir, müəllif konsertləri və biz hamımız sevinclə iştirak edirik burada. Lalə Cəfərova bizə bu illər ərzində, 4 il ərzində müxtəlif fənlərdən dərslər tədris etmişdi. İnstrumental ifaçılıq, orkestrləşdirmə və sair dərslərdə təhsil almışıq. Burada xarici bəstəkarların əsərlərinin işlənməsi, Lalə Cəfərovanın öz əsərlərini ifa edəcəyi həm orkestr şəklində, həm də solo ifalar olacaqdır. Qeyd edək ki, konsert Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində təşkil olundu. Gülarə Quliyeva, Novruz Kəzimov, Sevgi Əlizadə, Səbinə Bayramova, Mədəniyyət xəbərləri. Azərbaycan opera musiqisi